Sizcə mən burada nə iş görürəm? Nə bişirəcəm? Məncə heç vaxt tapa bilməyəcəksiniz. Çünki mən qoğal eləyirəm. Bəli, Novruz bayram olmasa da qoğal eləyirəm. Məndə içlik qaldı. Bir də Novruz bayramda qoğal eləmişdim. Çox az çıxmışdı və doymadılar uşaqlar. Yenə istədilər. Qoğal çox qəşəng alındı. Belə yumuşaq, qat oldu da. Çox qəşəng oldu deyə ona görə dedim naçinkam varsa niyə də eləməyim. Lazımlı ərzaqları bura əlavə elədim və indi bunu yaxşı qarışdırım. Artıq əllə yoğurmaq lazımdır. Belə, nəysə bunu yoğurum və qoyum ki xəmir şişsin. Görün necə də gözəl xəmir qalxdı məndə. Buna baxın. Çox qəşəng qalxdı. Və indi mən başlayacağım qoğal hazırlamağa. Çox qəşəng, yumuşaq. İnşallah ki, qoğalım alınacaq. Xırt-xırtdır. Belə, nəsə mən başlayayım. Amma çəkməyəcəm, çünki göstərmişdim də 100 dəfə bir dənə kadrı göstərməyim. Hazır olan vəziyyətdə göstərərəm. Mən artıq bitirdim. Birinci hissəni elədim, bitirdim. Hələ ki bitməyib mənim işim. Deməli, bunları belə bükdüm. İndi üstünü belə kliyonka ilə, sonra belə mətbəx dəsmalla bağlayıram ki, yaxşı orada yenə qalxsın və ondan sonra içlik əlavə eləyəcəm və sonra qoyacağam yenə biraz şişsin, ondan sonra qoyacağam sobaya. Belə. Bu hələ ki qoy qalxsın. Mən isə gedim günorta yeməyimi yeyim. Artıq saat 4-dür. Mən isə acından ölürəm və tez bazar gedim yeməyimi yeyim. Hələ axşam yeməyi hazırlamalıyam. Bugün axşama balıq qızardacağam. Bu sondur. Çıxartmışam, qoy buzu açılsın və bugün getmişdim dükana. Belə təzə kartoşka aldım. Qiyməti 1 manat 50 qəpiyə idi. Bunu birinci bişirəcəm. Ondan sonra qızardacağam kərə yağında. Çox qəşəng dadlı olur. Belə, bu bizim axşam yeməyimiz olacaq. Mətbəxdə nə qədər çirkli qab var idi, hamısını yudum. İndi bunları qurudacağam və yerlərinə yığacağam. Belə. Burada isə kalanxoya artıq solub və bunu kəsmək lazımdır ki, yarpaqlar daha belə belə şiş formasında da belə çıxsın. Yoxsa nazik uzun qalxır, pis görsənir. Bunları kəsəcəm. Burada vəziyyəti yaxşıdır. Bunu hələ ki saxlayacağam. Burada da artıq solub. Bunu da kəsəcəm. Bu isə bilirsiniz nədir? Bu zimiakulkusdur. Hələ ki kök atmayıb, gözləyirik. Kök atsın və ondan sonra bunu əkəcəm. Çox qəşəng güldüm. Çox belə bahalı dipçə rasteniya nə deyirlər? Gül deyil də, əslində bunun üstündə güllər olmur. Belə çox qəşəng bir bitkidir. Sağ olsun qızım. Unutmuşdum bitki sözünü. Soruşdum ki, rasteniya Azərbaycan dilində necə deyirdilər? Dedi, bitkilər yadıma düşdü. Çox qəşəng bitkidir. Mən bunu çox xoşlayıram. Belə bahalı bitkiyə oxşayır. Elə bir ki, o zədəgan ailələrdə olur. Bax, həmən ona oxşayır. İnşallah ki, kök atsın. Mən onu əkim və öz evimdə belə qəşəng yerə bir dənə qoyacağam. Belə. Nəysə, bu hələ ki burada dursun. Bunu axşam hazırlayacağım. İndi isə qabları tez silim, yığışdırım. Burada isə mənim kişi xoşbəxtçiliyim durub. Çox qəşəng. Bu da belə bahalı güldür. Amma iyisi yoxdur, heyf ki. Özdə elə bir ki, təbii deyil. İskustveni gülə oxşayır. Belə. Nəysə. Yığışdırım. Yox, gedim yiyeyim, acından ölürəm. Ondan sonra yığışdıracağım.
Смотри с окна. О, они очень мягкие, внутри такие. Ой. Artıq burada başa düşdünüz, növbəti bir gündür. Getmişəm bibimgilə, çünki bibimin nəvəsinin ad günüdür. Əslində bibim ad gününü keçirtmək istəmədi, amma biz fikirləşdik ki, yığışaq, elə belə oturaq, çay süfrəsində oturaq, söhbətimizi eləyək. Amma bibim biləndə ki, biz gələcəyik, onda başladı cürbəcür yeməklər hazırlamağa. Yəqin ki, bilirsiniz, bazar günü rusların bayramı olmuşdu, Pasxa bayramı. Və bacım kuliçlər hazırlamışdı və gətirdi ki, biz də dadına baxaq. Mamam hər il kuliç hazırlayardı, amma bu il nəsə hazırlamadı və ona görə bacım dedi ki, özüm hazırlayacağam. Çox qəşəng dadlı alındı, tvaroqlu xəmir eləmişdi. İllər öncə Pasxa bayramı biz hər dəfə qeyd eləyərdik. Mamam şirniyyat hazırlayardı, süfrə qurardı və bizim tanış rus ailələr var. Yığışardılar və qeyd eləyirdilər. Amma indi elə deyil, artıq belə yığışmırlar. Mamam bu il əslində heç bir bayramı qeyd eləmək istəmirdi, heç bir şey hazırlıqlar da görmürdü. Biz özümüz hansısa bir bayram olanda, Novruz bayramı olsun, ya da ki, misal üçün Yeni il bayramı özümüz süfrə düzərdik və mamam bizə gələrdi, ya da ki, şirniyyat, nəsə belə şeylər hazırlayardıq, mama ilə bölüşərdik. Bibim burada çox maraqlı bir salat hazırlayırdı. Orada 3 cür biber var idi. Qarğıdalı, göyərti, fili, kahı və salam, bir də mayonez. Çox qəşəng maraqlı bir dad var idi. Belə bir salat mən yeməmişdim. Əslində biber salatlardan cürbəcür nə qədər ki var, onun növləri hamısını çox bəyənirəm. Burada isə artıq salat hazırdır. Mayonez çox az eləmişik bu salata, çünki bu salat dietik sayılır. Əslində buna heç mayonez qatılmır. Sadəcə bibim dedi ki, birdən kimsə bəyənməz mayonezsiz, çünki hamı belə başa düşmür də dadını. Ona görə mayonez qatdı, amma biraz elədi. Burada sizə o vaxtların qablarını göstərirəm. Necə də keyfiyyətlidir. Üstündə qiymətini oxumaq istədim, amma oxuya bilmədim. Özü də çox gözəl vəziyyətdə də qalıb, çünki bibim elə də tez-tez bu qablardan istifadə eləmir. Burada isə mətbəxdə sizə göstərirəm nələr hazırlayıb. Bu qarasıdır, sonra dolma hazırladı 2 cür. Mən isə mətbəxə keçdim, belə kartuşka qızardıram. Bibim hətta aş da hazırladı. Bir sözlə xeyli yeməklər hazırladı. Əslində biz danışdıq ki, o qədər yemək hazırlamasın, çay süfrəsi düzəltsin, biz də gələk oturaq çayımızı içək, əsas odur ki, yığışaq, söhbət eləyək. Burada isə bizim balaca qarışqalarımız gəldi, meyvələri yeməyə başladı. Bibim biraz çiyələk almışdı, dedi, süfrəyə qoyaram, uşaqlar da dadına baxsın. Amma süfrəyə qoya bilmədi, çünki uşaqlar qarışqa kimi cumdular və bir saniyənin içində yox elədilər. Yeməyimizi yedik, süfrəni yığdıq, artıq çay süfrəsi bəzədik stolu. Burada isə balaca bir stolda belə bir yer düzəltmişik ki, uşaqların şəkillərini çəkəcəyik və şam üfürəcəyik. Bibim qızı çox maraqlı bir balaca uşaqlar üçün sürprizlər hazırlamışdı. Belə balaca stəkanda hər bir şeyini özü hazırladı. İçinə də biraz belə şirniyyatlar, uşaqlar nəyə xoşlayırlar, belə şeyləri içinə doldurdu. Çox maraqlı oldu. Uşaqlar da çox sevindilər. Çünki tək onlar təbrik eləməmişdilər, hətta onları da təbrik elədilər. Çox maraqlı bir ideyadır. Belə balaca qablarda uşaqlara kiçik bir sürpriz düzəldərsən, uşaqlar çox sevindilər. Güc bəla ilə bir yerə uşaqları yığmışıq ki, şəkillərini çəkək, mahnı oxusunlar və təbrik eləyək. Səsini bağladım, çünki orada çox səs-küylü idi. Adam bir-birini heç eşitmirdi. Kim nə danışır, başa düşmək olmurdu və dedim, başınızı ağrıtmayın, qulaqlarınız şişməsin deyə səsini bağladım. Tortumuzu üfürdük, arzunu tutduq. Uşaqlar hamı tortun dadına baxdılar və öz hədiyyəni götürdülər. Включаем большой детский хор Всесоюзного радио.
Все. Почему? Yəqin ki, başa düşdünüz də, burada artıq növbəti bir gündür. Axşamki ad gündən sonra gəldik bacımgilə və bacımgildə qaldıq. Səhərsi günü o biri balaca bacımla gəldik bura, atamın evinə. Axırıncı dəfə mən bura gələndə ağacları yoldaşımla çıxartmışdıq və gülləri, ağacları, hər bir şeyini çıxartdıq, apardıq, öz həyətimizdə əkdik. Amma bu gülləri götürmədim. Bilmirəm, Azərbaycan dilində bu gülə nə deyirlər, amma rus dilində bunun adı irisdir. Mən nəsə bu gülə heç fikir verməmişdim və onu götürmədim. İndi bu dəfə gələndə gördüm ki, çox qəşəng üstündə çiçəklər var. Açılacaq inşallah. Biri açılıb, qalanlar isə açılacaq. Gördüyünüz kimi hər yerə ot basmışdı, çünki bura gələn yoxdur. Mamam hər gün gəlir, bir dənə heyvanlarını yedizdirir və təzədən çıxır gedir. Mamamın 2 dənə toyuq var. Onu da fikirləşdi ki, kəsici. Amma onlar yumurtlamağa başladı və ona görə heyfə gəldi və kəsmədi, saxladı. Dama girdim və gördüm ki, xeyli yumurta var. Bir də burada sizə yeşikləri göstərirəm. 2 dənə yeşik qoyub mamam ki, içində yumurta qoysunlar, amma onlar gediblər küncdə torpağın üstündə otururlar. Biz başa düşmədik bunlar niyə belə eləyirlər. Yəqin ki, o yeşik heç xoşlarına gəlməyib. Biz də bacımla bütün yumurtaları yığmışıq və aparacağıq evə. Toyuqlarımızı yedizdirdik, suyunu dəyişdik. Bizim qızlar həmən vaxtda çiçək yığırdılar. Маленькой niyetу. İtimizə yemək verdik. Botsman isə bizi görəndə yemək heç yadına düşmədi. Fırlanırdı bizim yanımızda və sonra biz artıq Botsmana başa saldıq ki, buralardayıq, narahat olma, rahat get yeməyi ye. Ondan sonra it gedib yemək yeyirdi. Bu belə bir itdir ki, adamın dilini başa düşür. Nə deyirsən, hər bir şeyini başa düşür. Bura gələndə çox kədərlənirəm, çox pis oluram. Sözlə heç cürə başa salmaq olmur. Bacımla bir-birimizin başını qatırdıq, sözlə, söhbətlərlə ki, əgər bircə saniyalıq ikimiz də sussaq, mən belə hiss elədim ki, biz bir yerdə sussaq, onda hönkür-hönkür dayanmadan ağlayacağıq və ona görə başımızı qatırdıq. Mən ot yığmağa başladım ki, oradakı toyuqlara verim, arada ot da yesinlər, çünki onları çölə buraxmırıq. Bu dəmir vannanın içində demək olar ki, bizim uşaqlar böyüdülər. Hər yay burada bu dəmir vannada su səhər tezdən papam doldurardı, təmiz su doldurardı. Uşaqlar isə günortadan sonra artıq su isinirdi qəşəng və onlar günortadan sonra girirdilər. O qədər çimirdilər, o qədər qışqırırdılar ki, buralarda. Hətta bu vannanın yanında durarkən elə bil ki, qulaqlarıma onların səsi gəlirdi. Necə onlar çimişirlər, necə qışqırırlar vannanın içində. Bir tərəfdən çox kədərlənirik, çox pis oluruq, çünki burada biz böyümüşük. Burada bizim uşaqlar böyüdü. Bura bizim xoşbəxt yuvamız idi. Çox gözəl və xoşbəxt günlər yaşayırdıq biz bu evdə. Amma o biri tərəfdən də günümüzə şükür deyirik, çünki mamam bu evdə təkcə yaşaya bilməzdi. Birincisi, bura torpaq çox böyükdür və bu həyətə baxmağa çox çətindir. Biz də ki, hərə öz evində, işində, gücündə uşaqlar dərsə gedirlər, ailə filan. Belə şeylərə görə biz tez-tez bura gələ bilməzdik və mamaya kömək eləyə də bilməzdik. Çoxunuz yazırsınız ki, mənim qardaşım var idi, necə oldu, niyə ondan danışmıram? Bəli, mənim qardaşım var, amma Bakıda deyil və ona görə mamam hələ ki bacımla yaşayır. Bu şeyi ondan danışmıram, çünki mamam icazə vermir onun haqqında danışmağa. Amma belə hər bir şey yaxşıdır. Yəni fikirləşsəz ki, qardaşımla danışmırıq, ya nəsə belə pis şey fikirləşsəz, yox. Hər şey yaxşıdır, qardaşımla da danışırıq. Lap da çox istəyirik onu. Amma bəzi şeylərə görə mamam icazə vermir onun haqqında danışmağa. İnşallah ki, vaxtı gələndə onda göstərəcəm sizə. Daha doğrusu onun haqqında danışacağam və göstərərəm. Uşaqlar isə sonuncu çiçəklər yığırlar həyətdə və hətta uşaqlar bilirsiniz nə hiss elədilər. Bizim yanımıza yaxınlaşdılar və dedilər ki, burada elə bir güllər var, hansı ki biz bu həyətdə nə qədər yazda gəlmişik,
bircə dəfə də olsun biz bu rəngdə gülləri burada görməmişdik. Amma bu il dəhşət çox hər yer gül olmuşdu, hər yerdə gül çıxmışdı, özdəki cürbəcür rəngdə. Bacımla uşaqları bura gətirmək istəmədik. Fikirləşdik ikimiz gedək, tez bazar işimizi görək və burada bir neçə əşya var idi, onları götürməli idik belə. Fikirləşdik uşaqları götürməyək, çünki onlar da pis olurlar. Hər dəfə fikirləşirlər ki, bəs biz o evə getməsək biz necə olacağıq və biz harda yığışacağıq. Belə sözləri deyəndə onda əməli başda bizi bu uşaqlar öldürürlər öz sözlərində. Amma necə deyirlər, nə olursa hər bir şey yaxşılığa doğru olur və ona görə biz də səbr eləyirik, günümüzə şükür deyirik və əlimizdə hal-hazırda nə varsa onu qorumağa çalışırıq. Hamı itin axırını soruşur, itin axırı nə olacaq, iti hara verəcəksiniz, nə edəcəksiniz? İti özümüzlə aparacağıq. Botsman bizdə yaşayacaq. Amma hələ ki burdadır. Nə vaxt ki artıq gəlib buranı sökməyə başlayacaqlar, onda biz gəlib Botsmanı özümüzlə aparacağıq evimizə. İnşallah ki onun xoşuna gələcək bizlə yaşamağa, rahat olacaq. Çünki bilirəm ki itlər çox pis olurlar. Onlar çox şeyləri hiss eləyirlər və çox pis olurlar. Arada fikirləşirəm ki, o bizdə necə yaşayacaq, özünü necə hiss eləyəcək. Amma bir tərəfdən də bilirəm ki, o bizi tanıyır, uşaqlarımı çox qəşəng tanıyır, onlarla oynayır və məncə bizlə rahat yaşaya bilər. Bəzi ağaclar var burada, hansı ki, onları da aparmaq istəyirəm. Bizim həyətimizdə əkmək istəyirəm. Bilmirəm bizdə yer tapılacaq, tapılmayacaq, amma məncə mən taparam. Papam əziyyətlə ağacları almışdı, əkirdi və onları burada qoyub gedə bilmərəm. Sadəcə olaraq bu dəfə ağacları götürə bilmədim, çünki çox hündür idilər və mənim gücüm çatmazdı onları yerləşdirmək və ona görə saxladım. Gələn dəfə yoldaşımla gələndə yoldaşım özü çıxardar. Xeyli güllərə baxdım və fikirləşdim ki, onları da yığım aparım. Çünki onlar burada itbat olacaq. Köklə birlikdə hamısını götürdüm və hətta bu dibçəyə də gül əkmişəm. Dedim, bu papamın əziyyətidir. Mütləq bunu aparmalıyam, papamın yanında qoymalıyam. Bilirsiniz, sizə nə danışmaq istəyirəm. Biz torpağı təzə alanda, daha doğrusu evə təzə köçəndə, mamam gilə gələndə deyirdim ki, mama mənə bir neçə dənə gül versin, aparım həyətimə əkim. Babam icazə vermirdi, deyirdi ki, o öz həyətini gözəlləşdirəcək, sən isə öz həyətini pis günə salırsan, gülləri dağıdırsan, götürürsən, qoy çoxalsın. Onda da elə bil papam gildə də elə çox gül yox idi, az olmuşdu həyətdə gül. İcazə vermirdi. Amma indi mən papamın elə bil həyətini dağıdıram, bütün gülləri, ağacları, hamısını dağıdıram. Gülləri bir-bir sökəndə papamdan 100 dəfə üzr istəyirdim. İnşallah ki, papam məni bağışlayar. Çünki mən onun həyətini belə pis günə qoymuşam. Uşaqlar həyətdə yığan gülləri hamısını gətiriblər ki, babasının üstünə qoysunlar və biz əlbəttə ki, onlara yox deyə bilmədik. Balaca qızlarımız bizə çox kömək elədilər ki, buranı səliqəyə salaq. Çünki bəzi yerlərdə artıq ot çıxmışdı. Açoklarda burada həmişə su saxlayırıq ki, kimsə öz adamın üstünə gələndə, baçokda su olanda həmişə gülləri sulayırlar. Maşında uşaqlar plastilin tapdılar və ondan ürək forması düzəltdilər və babanın yanında saxladılar.